Amma biz düşmənin demək olar ki, toplumu şəkildə görərək əl qumbaralarından birinci növbədə istifadə elədik və demək olar ki, bizim onlara atdığımız mərmilər, onların bizim atdığı mərmilər yağış olaraq üstümüzə gəlirdi və qarşıda mən gördüm ki, nəsə qaraltı bir şey görsənir və yoldaşlara dedim ki, ona qarşı sürünməyə başlayaq. Qarşıya süründüyümüzdə görürük ki, bir Kasimsot təkəri vardı, traktor və onun mövqələndi, onun arxasında. Bizimlə düşmən arasında olan məsafə hardasa 5-6 metr məsafə vardı. Burada demək olar ki, bizim yoldaşlar, orada iştirak edənlər, qazilər, Araz